As a representative, NATO representative. NATO-nun Gürcüstandakı nümayəndəsi kimi bugün alyansın ölkədəki gündəlik mövcudluğunu və fəaliyyətini necə təsvir edərdiniz? Thank you, and thank you for this opportunity to speak to your audiences. Bu fürsət üçün təşəkkür edirəm. NATO ilə Gürcüstan arasında uzun müddətli tərəfdaşlıq mövcuddur. Gürcüstan alyansın ən yaxın tərəfdaşlarından biridir. Biz geniş miqyaslı siyasi dialoqu və praktiki əməkdaşlığı davam etdirir. Gürcüstanın müdafiə və təhlükəsizlik institutlarının NATO standartlarına uyğun şəkildə gücləndirilməsinə dəstək göstəririk. NATO-nun Gürcüstandakı əlaqələndirmə ofisi 2010-cu ildə Gürcüstan hökumətinin müraciəti əsasında və ölkənin alyansa üzvlük istiqamətində səylərini dəstəkləmək məqsədi ilə yaradılıb. Ofisimiz Gürcü tərəfdaşlarla gündəlik əsasda sıx əməkdaşlıq edir və eyni zamanda Ermənistan və Azərbaycanı da əhatə edən regional mandata malikdir. Hazırda NATO-nun Gürcüstandakı nümayəndəliyində 50-dən çox əməkdaş çalışır. Bu kifayət qədər əhəmiyyətli göstəricidir və tərəfdaşlığımızın prioritet xarakter daşıdığını nümayiş etdirir. Müttəfiqlər dialoq formatında müəyyən korrektələr etsələr də, biz praktiki dəstəyi fəal şəkildə davam etdiririk. This office has been working every day, hand in hand with a wide range of Georgian interlocutors, and also has a regional mandate beyond Georgia, also covering Armenia and Azerbaijan. So we with Georgian representatives, and also our practical support and cooperation continue to be very active. We're going to have time. Düzəlişlər barədə bir qədər sonra sual verəcəyəm. Əməkdaşlığı ən yaxın tərəfdaşlıq kimi xarakterizə etdiyinizi nəzərə alsaq, bu tərəfdaşlığın əsas istiqamətləri hansılardır? What are they? So over time, a broad range of cooperation has developed between NATO and Georgia, covering many practical areas. Əməkdaşlıq bir çox praktik sahəni əhatə edir və onun əsas məqsədi Gürcüstanın institusional potensialını gücləndirmək, eləcə də NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. İllik milli proqram, o 2008-ci ildə keçirilmiş Buxarest zirvə görüşü nəticəsində Gürcüstana təqdim olunmuş əsas siyasi alətdir. Sənəd Gürcüstan tərəfindən hazırlanır. Ölkə islahatlar istiqamətlərini özü müəyyənləşdirir və NATO-dan müvafiq tövsiyələr alır. NATO Gürcüstan əhəmiyyətli paketi 2014-cü ildə keçirilmiş Uels zirvə görüşü çərçivəsində təsdiqlənib. Paket quru hava və dəniz istiqamətlərində təşəbbüsləri əhatə edir. Əsas nailiyyətlər bunlardır. Birgə təlim və qiymətləndirmə mərkəzi, Gürcü müttəfiq və tərəfdaş qüvvələrinin hazırlanması üçün unikal təlim obyektidir. Müdafiə institusional quruculuq məktəbi, təhlükəsizlik sektoru əməkdaşlarının peşəkar inkişafını təmin edir. Digər istiqamətlər, hərbi tibbi dəstək, ingilis dili, hazırlığı və dəniz təhlükəsizliyi. Hərbi əməkdaşlıq. Gürcüstan hər il təxminən 200-ə yaxın tədbirdə iştirak edir. Ötən il NATO-nun 24 mobil təlim qrupu Gürcüstana səfər edib. Gürcüstanın kollektiv təhlükəsizliyə töhfəsi də xüsusi əhəmiyyət daşıyır. Ölkə Kosovo, Əfqanistan və Aralıq dənizi əməliyyatlarında iştirak edib. Gürcüstan həmçinin mütəmadi olaraq NATO Gürcüstan təlim evinə ev sahibliyi edir. The Wales Summit, the NATO Wales Summit of 2014, and it seeks to strengthen Georgia's defense capabilities and includes initiatives, a range of initiatives that cover land, air, and sea. And as well as the tactical, the operational, and the strategic levels. And so just to mention a few examples of achievements that the SNGP has had in the 11 years or to almost 12 years now that it has existed. One I would say is a very important one is the Joint Training and Evaluation Center, which is a joint NATO Georgia institution, or JTEC as we call it, which is a unique facility that provides training opportunities for Georgian, allied and partner forces, and of course also strengthens. All of this goes to show that there is a very active cooperation. I would, last but not least, also mention that Georgia has hosted several iterations of the flagship exercise that we have, the NATO Georgia exercise, which has been hosted by the JTEC
that I already mentioned since 2016, and it happens every 3 years. So last year we had the fourth iteration of that exercise. So I would like to ask you regarding the building the resilience among the Georgian society when Russian informational operations are quite Rusiyanın NATO-ya inteqrasiya dəstəyini zəiflətməyə yönəlmiş informasiya əməliyyatlarına qarşı Gürcüstan cəmiyyətinin müqavimətini necə dəstəkləyirsiniz? public support for NATO integration. So what are your, how do you support the Georgian society resilience building? Yes, it's a very important question. Thank you for that. Indeed, information threats are really designed to Bu çox vacibdir. İnformasiya təhdidləri demokratik institutlara olan etimadı sarsıtmağı hədəfləyir. Ofisimizin prioriteti bu təhdidlərə qarşı faktiki məlumatlar təqdim etməklə mübarizə aparmaqdır. Fəaliyyətlərimizə daxildir. Gənclər və təhsil müəssisələri ilə iş, Gürcüstan boyunca regional səfərlər, mühasirələr və konfranslar, Tbilisi ofisində açıq qapı günləri, NATO Gürcüstan yay və qış məktəbləri, media və influencerlərlə əməkdaşlıq, o cümlədən NATO qərargahına təlim səfərləri. Generally and here in Georgia, and also by highlighting the benefits of NATO's cooperation with Georgia. So we have a number of tools and instruments that we use for this. Through our public diplomacy and engagement work, we seek to focus on the youth of Georgia, trying to reach out so through these initiatives, we try to contribute to Georgia's democratic resilience and to helping Georgia strengthen the awareness of its society about key issues that affect all of us. You have mentioned myths, which is very important part of the informational operations, and some of them. Rusiyanın müstəqil dövlətlər kimi tanıdığı Abxaziya və Cənubi Osetiya ilə bağlı NATO'nun rəsmi mövqeyi nədir? Which Russia has recognized as an independent state. Since Russia's invasion of Georgian territory in August 2008, NATO has consistently 2008-ci ilin avqust müharibəsindən bəri NATO Gürcüstanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyir. Biz Rusiyanı Gürcüstandakı qoşunlarını ölkənin razılığı olmadan geri çəkməyə və bu bölgələri müstəqil dövlət kimi tanımaqdan imtina etməyə çağırırıq. Where they are stationed without Georgia's consent. We also continue to call on Russia to reverse its recognition of the Georgian regions by diplomacy and reconciliation. So we support Georgia's actions in that regard. Thank you. You have already talked. Gürcüstana 2008-ci ildə üzvlük vaad edilmişdi. Lakin proses demək olar ki, 2-10 illikdir ki, dayanıb. Açıq qapı siyasəti hələ də qüvvədədirmi? And is the open door still genuinely opened? As we have already discussed, a broad range of cooperation has developed between NATO and Georgia, including since 2008. Üzvlüyə gedən yol çətin və mürəkkəb bir siyasi prosesdir. Lakin NATO'nun dəstəyi sarsılmazdır. 2008-ci il Buxarest zirvə görüşündə verilmiş qərar hələ də qüvvədədir. Açıq qapı siyasətinin effektivliyi Finlandiya və İsveçin son üzvlüyü ilə bir daha təsdiqləndi. Üzvlük prosesi bütöv hökumət yanaşmasını tələb edir. Yəni, yalnız Müdafiə Nazirliyinin işi deyil. Demokratik islahatların həyata keçirilməsi, qanun aliliyinin təmin olunması və insan hüquqlarının qorunması vacib şərtdir. Üzvlüyə dəvət konsensusla qəbul edilən siyasi qərardır. Ona görə də Gürcüstan həmin imkan yarandığı zaman hazır olmalıdır. Biz Gürcüstanı ölkənin əvvəllər saxladığı yüksək islahat tempinə qayıtmağa çağırırıq. The Bucharest Summit decision of 2008 remains applicable and has been reconfirmed at subsequent. At the end of the day,
the invitation to join remains a political decision to be taken by consensus by all the allies. And to make it possible, it is essential that Georgia gets ready for when the opportunity presents itself. And to get ready, it has to implement all of the reforms that we have just discussed. And NATO has been consistently supporting that process and encourages Georgia to revert to the high tempo of reform implementation that the country used to have. Thank you so much. You mentioned that Rusiyanın Ukraynadakı müharibəsi Gürcüstan NATO üzvlüyü ilə bağlı ictimai rəyinə necə təsir edib? and what it requires. The latest opinion polls, Sorğular göstərir ki, dəstək hələ də yüksəkdir. Eyni zamanda Ukraynanın tam miqyaslı işğalından sonra yeni təbliğat və dezinformasiya xətləri yaranıb. Bu isə bir daha bizim fəal iştirakımızın və Gürcüstanın demokratik islahatlar aparmasının vacibliyini göstərir. At the same time, following Russia's full-scale invasion of Ukraine almost 4 years ago now, we have seen the emergence of new lines of propaganda and disinformation. Previously, you mentioned adjustments in relation to the Georgian government. So, NATO Gürcüstanın demokratik inkişafı ilə bağlı artan narahatlıqlar fonunda Gürcüstanla əlaqələrini necə davam etdirir? of increasing concerns regarding its democratic trajectory, which has been highlighted by the several institutions and organizations lately. Indeed. I think once again it's important to remind ourselves that the Georgian people have made it very clear that they want Son illərdə müttəfiqlərin Gürcüstanın siyasi trayektoriyası, qütbləşməsi və islahatların ləngiməsi ilə bağlı narahatlıqları artıb. NATO tərəfdaşlığı həm praktik əməkdaşlığa, həm də dəyərlərə əsaslanır. Biz sabitliyin dəstəklənməsi üçün gündəlik əməkdaşlığı davam etdiririk. Lakin müttəfiqlər açıq şəkildə bildirirlər. Avro-Atlantik yolda hər hansı irəliləyiş Gürcüstanın demokratik idarəçilik və qanun aliliyinə sadiqliyindən asılıdır. Georgia continuing to face significant political polarization and also serious. That progress really depends on Georgia's sustained commitment to democratic governance and to the rule of law.